Amerika prezidenti Donald Trump İrana hücumun başlanılmasından bir gün sonra İraqdakı Kürd bölgəsinin liderləri Məsud Bərzani və Rafael Təlabani ilə gizli telefon danışığı aparıb. Global Info xəbər verir ki, bu iddia ilə Axios'un yaxın şərq üzrə siyasət yazarı Barak Ravid çıxış edib. Nəşr 3 ayrı mənbəyə istinadla söhbətin təsdiqləndiyini yazıb. Məlumata görə Trump Kürd liderlərlə çox həssas bir mövzunu müzakirə edib, lakin təfərrüatlar bəlli deyil. Ravid Trump'ın liderlərlə İranda bundan sonraki vəziyyətin necə olacağı ilə bağlı fikir mübadiləsi apardığını bildirir. İddialara görə Trump İraqda yaşayan Kürdlərin İran ərazisinə qurudan müdaxiləsini planlaşdırır. Bunun üçün Kürd fraksiyalarının maliyyələşdirilməsi və silahlanması nəzərdən keçirilir. Beləliklə, İrandakı Kürd kəsiminin də təşkilatlandırılaraq daxildə qarşıdurmanın yaradılması ssenarisi hazırlanır. Həmçinin CNN də ABŞ-ın İran daxilində qarışıqlıq yaratmaq məqsədi ilə Kürd liderlərlə əlaqəyə keçildiyini, onlar vasitəsilə üsyan çıxarıla biləcəyini yazıb. Hazırda Mərkəzi Kəşfiyyat İdarəsinin belə bir plan üzərində çalışdığı bildirilir. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.